Görəsən məndən neçə dənədir, biri kənddə, biri şəhərdədir, biri hamamda, biri işdədir, biri qarnız və biri pərdədir. Yaşqa səndən neçə dənədir, bir dənədir, bir dənədir, bir dənə. Maestro, çıxmayacaqsınız buradan. Bəlkə sizdən sonra bu konsert salonunu istifadə eləmək istəyən var. Könül, bu il sənin bütün arzularını bu Novqodda həyata keçirdim, sən də var. Uşaqda babasan sən? Hə, darıxmam. Dənə var Könül. Hə, beğenirsən? Yaşar Laplandiyalı. Sıxma məni Könül, qaşları da işləyim Könül. Nətərdir? Mənim nəvam. İndi oxşadan Şaxta babaya. Şaxta baba, mən səndən bu qış bir dənə səyahət istəyirəm, isti ölkələrə. Mümkünsə, əgər. Mənim nəvəm. Səni bu il gözəl və möhtəşəm Qazaq elinə 2 nəfərlik səyahət gözləyir. Cijimin Öyə otelində 3 gecə, 4 gün dincəlmək rəsmi, eyni zamanda gündə 4 dəfə yemək, çöl tualetinə getmək kimi istirahətlər sizi gözləyir. Cijimin Öyə otelin həyat yanı sahəsində əkilmiş növbənöv meyvə ağaçları, hətta o meyvələrdən yayda qurudulmuş, qışa saxlanılmış qahquru meyvələr sizi gözləyir. Eyni zamanda siz öz əyləncənizə qaynana ilə söhbət və Cijimin Öyə otelinin əməkdaşları ilə isti münasibəti də qata bilərsiniz. Bütün bunların hamısını Yaşqa Tur şirkəti sizin üçün təşkil edir. Yaşqa Tur şirkəti sizin üçün təşkil edir. Yaşar, sən xəstəsən? Yaşar, mən məcburam hər ilimi belə keçirim. Keçən il başımıza o Yaşqa Tur bizə nə açıb? Ona görə mən bu il Könül Avia şirkəti ilə istirahət etmək istəyirəm. Zəhmət olmasın. Hörmətli Könül Avia şirkətinin rəhbərliyi Könül xanım, nəzərinizə çatdırım ki, Yaşqa Tur turizm şirkəti bizim ailəmizin analogu olmayan turizm şirkətidir. Biz vizanı pulsuz çıxardırıq rayonlara. Özün gedərsən Yaşqa Turdan istirahət eləməyə Şaxta baba. Mən bahşmam, bu xarabanın bir böyüyü var yoxsa yoxdur. Mən nə dedim o da olacaq. Ya qışqırırsan. Qışqırmıram, Şaxta babalar belə danışırlar.